Bir mövzu da var ki, kənd təsərrüfatında inkişafımız ne yoxdur? Əlbəttə ki, olası deyil. Yəni bu eyni sistemlə, hazırki sistemimizdən heç vaxt olası deyil. Səbəblər var. Ağır səbəblərdən də biri elə kəndin öz içindədir. Kəndlərdə hər kəndli demək olar ki, o fikirlə bir dana artırırsa, inək artırırsa, kəndli, mən bir yazımda yazmışdım, kəndli 10 dana saxlayırsa, onun 4'ü polis şöbəsinin, 2'si həkimin, 2'si kommunal xərclərin yerdə qaldı, nə bilim, bir dilim, onu da öz balama yedirdim. Elədir, bunun ətrafına baxsaq görərik ki, hər hansısa bir kənddə köməksiz bir kəndlidir, əziyyət çəkib, deyək ki, kənddə artırıb 10 dənə, 12 dənə danası var. Əvvəlcədən o deyək ki, bütün Azərbaycan kəndlərində, bütün hamısında, Azərbaycan bütün kəndlərində kəndi ağsaqqallar idarə eləmir. Bu boş söhbətdir. Kəndi idarə eləyən 3-4 nəfər, indi təxmini 3-4 nəfər deyək də, çoxdur. Kəndi idarə eləyən şıqılar var da, el dilində bunlara şıqı deyirlər. Polis şöbələrinin vətəndaşlarıdır. Yəni, ağsaqqalın sözü keçməyən yerdə onların sözü keçir ki, bu şöbə ilə salam mələkçisi var, odur, budur. Yəni, bu adamdan ehtiyatlı olmaq lazımdır. Bütün Azərbaycan kəndlilərində idarəçilik bunlardadır. Gələndə o kəndlinin saxladığı o dana 5 dənə, 3 dənə dana artırıb saxlayırsa, görürsən ki, həqiqətən də belədir. Arxasız, kimsəsiz kəndli əziyyət çəkir. Bunun heç yerdə qohumu yoxdur. Danası var, arxası qohumu yoxdur, pulu yoxdur, əziyyətlə saxlayır. Yəni, ailəlikcə bu insanlar